Manikür etmək sağlamlıq üçün faydalıymış. Yeni araşdırmalar və mütəxəssis fikirləri göstərir ki, manikür sadəcə estetik görünüş üçün deyil, həm də psixoloji və fiziki sağlamlıq üçün faydalıdır. Psixoloq Dr. Charlene Ruan bildirib ki, manikür insanın özünə dəyər vermə hissini gücləndirir və bu cür özünə qulluq üsulları insanların gündəlik həyatda özlərini daha yaxşı hiss etmələrinə kömək eləyir. Manikür adi gigiyena vərdişlərindən fərqli olaraq insana özün üçün vaxt ayırdığını hiss etdirir və bu da daxili balansını qorumaqda mühüm rol oynayır. Aparılan tədqiqatda manikür zamanı dırnaq ustası və ya digər müştərilərlə edilən söhbətlərin müsbət emosiyalar, rahatlıq və enerji hissini artırdığı aşkar edilib. Əlavə olaraq manikür zamanı əllərə edilən yumşaq masaj qan dövranını yaxşılaşdırır, daha sağlam dəri və sürətli dırnaq böyüməsinə səbəb olur. Seçilən dırnaq rəngi də emosional vəziyyəti əks etdirir. Bundan başqa, manikür zamanı dırnaqların təmizlənməsi və kutikulların düzgün qaydada idarə edilməsi infeksiyaların qarşısını alır.